Həmişə deyirəm ki, makroskopik aləmlə mikroskopik aləm eynidir, qanunları eynidir. Məsələn, kainat günü-gündən genişlənir, qalaktikalar biri-birindən uzaqlaşır və 20 min il, 30 min il bundan əvvəl, 100 min il bundan öncə yerə yad planetlər gələ biliblərsə, qalaktikalar bir-birindən uzaqlaşdığına görə artıq rabitə itib və hansısa qədim artefaktlar filan tapıb, indi baxırlar ki, yox, 400 il işıq ili məsafəsindədir, heç vaxt oradan bura canlı gəlib çıxa bilməz. Əgər prosesləri geriyə çevirsən, 105 milyard il yerin yaşı var. Hətta 1 milyard il, 500 milyon il geriyə fırlada bilsən, görərsən ki, o qalaktikalar daha yaxın olub və çox yəqin ki, yad planetlərlə kontakt olub. Və sözümün məqsədi onda deyil, bu makroskopik aləmdir, qalaktikalar bir-birindən uzaqlaşır. Mikroskopik aləmlə bunun eyniliyi, qanuna uyğunluğu odur ki, insanlar qohum-əqrəbəsi ilə, hətta mehriban olsa belə, hətta əzizləri ilə, nəinki nənəsi, babası, hətta atası, anası deyir, çayın eyni yerindən 2 dəfə keçə bilmərsən. Fəlsəfədə belə bir şey var. Zaman çaydır, çayın eyni yerindən 2 dəfə keçə bilmərsən, axıb gedəcək. Elə də insanlar istər-istəməz, hətta mehriban olsalar belə zaman bunları biri-birindən uzaqlaşdırır. Necə ki, qalaktikalar bir-birindən uzaqlaşır, qohumluq əlaqələri, insanlar, hətta ən yaxın dostlar belə çox nadir halda olur ki, ayla yer kimi qruplaşıb bir yerdə qala bilən olsun. Bu qədər.